اللهم صل Amin. Allah cəmi şəhidlərimizə rəhmət eylesin. Qəbirləriniz yolunda olsun. Bayaq da dediğimin de deyirəm, bugünkü hem bayramlarımız üçün, hem əmin-əman həyatımız üçün, hem torpağımızın azadlığı üçün, bu xoş günlərimiz üçün biz hamımız, başta prezident olmaqla, şəhidlərin ruhuna öz ehtiramımızı bildiririk, bu mənəvi borcumuzu bildiririk. Əlimizdən də gələn odur ki, onları unutmayaq, heç vaxt unutmayaq. Həmişə onları yad edirik, onları ziyarət edirik. Bir də valideynlərini mənəvi tək qoymuruq da. Siz bilirsiniz ki, həmişə mən sizi axtarıram, həmişə diqqət mərkəzində saxlayıram. Allah sizə səbir versin, xəstələrin şəfa versin. Amin. Allah şəhidlərimizə rəhmət اللهم صل على محمد وآل محمد اللهم اغفر لهم إيانا بالفاتحة Sen yok, senden cavan, değil mi? آل محمد اللهم اغفرهم واحشرهم ولا تعذبهم وبالفاتحة اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد اللهم اغفرهم واحشرهم ولا تعذبهم وبالفاتحة Devletimizi, prezidentimizi, Mellem sizi korusun. Çok sağ olun. Gel, hele buradan gel. Gel. Hamısı Allah kabul etsin. Hamısı Allah. Gene rahmet eylesin. Allah size can sağlığı versin. Gelen ayaklarınız var olsun. Ölüm ölenler Allah rahmet eylesin. Allah kolundan sağlık. اللهم صل على محمد وآل محمد سلام يا أهل الديار والغربات بحق محمد وآله وبالفاتحة اللهم صل على محمد وآل محمد اللهم اغفر لنا إيانا وبالفاتحة بسم الله الرحمن الرحيم الحمد لله صراط الذين أنعمت عليهم غير بسم الله Allah'ın duası Bu eylesin. cavan canlarını, cavan ömürlerini necə qurban verir. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Orasını demedim, bir evden yok, bir elden gider. Əlbəttə. Allah rahmet eylesin. Bir evden yok, bir elden gider uşaqlardan. Allah rahmet eylesin. Qəbr cənnətin olsun. Allah şəhid versin. الوالدين الحاضرين وبالفاتحة بحق محمد وآله وبالفاتحة
وآل محمد. السلام عليكم يا أهل المنازل. Allah sana Cəm şəhidlərimizə şəhidlərimizə rəhmət eləsin. Bəzi günlərdə hamısına rəhmət Allah edilir. razı olsun. Bu torpaqdan keçənlərin hamısına Allah rəhmət, rəhmət eləsin. qalanlara əmin-amanlıq arzulayırıq. Bayramlarınız mübarək olsun. Sağ olun. Həmişə onların əziz xatirəsi bizim qəlbimizdə yaşayır. Yaşayacaq da böyle. Nə qədər də canımız var, həmişə şəhidlərin müqəddəs ruhuna ehtiramımızı bildirəcəyik. Bu dövlət başçımızın sizə göstərişdir, verdiyi tövsiyələrdir, əmrlərdir, sərəncamlardır. Şəhidlərə qayğı bizim ölkəmizdə dövlət siyasətidir. Bu siyasətin yerlərdə layiqincə həyata keçirilməsi üçün biz də əlimizdən gələni eləyirik. Allah şəhidlərimizə rəhmət eləsin, Amin. Ali Baş Komandanımızı qorusun, Amin. valideynlərinə, dünyasını dəyişənlərə, yaxınlarına səbir versin, ölümlərlə. Amin. Sağ olun, var olun. Allah razı olsun. Allah üçləyli bayrağımızı həmişə bəli, En söyləsin, yükseklərdə davran. dalğalandırsın, prezidentimiz də Allah can sağlığı versin, başın həmişə liderlər içərisində uzu eləsin. Doğrudan da o liderlərin mənim lideri, layiqlidir. Allah rəhmət eləsin, ulu illərin layiq adamçısıdır. O həmişə deyim, onu sizə deyim, Allah canı salamatına gidəyim son söhbətlərdə. Bu xatirlərini bir yazır ki, mən sizin arasında iki dənə qiymətli əmanət qoyuram. Biri canlıdır, deməli, biri də cansızdır. Canına əmanət Allah canı salamat etsin. Bizim ulu öndərin yadigar prezident, cansız da bizim müstəqilliyimizdir. Allah bu müstəqilliyimizi, bu suverenliyimizi əlimizdən almasın, həmişə başın uzu eləsin. Çünki bu müstəqillik, bu azadlığı bizə bəxş edən odur, yerdə Allah rəhmət eləsin, bizim şəhidlərimizdir. Prezidentimiz bəli, sonra şəhidlərimiz. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme gfirli. Fatiha. Allah bir daha derim, müəllim, sizin də sənətləriniz olan rəhbərlərdə bayramlarınızın mübarək eləsin. Nəsə belə güzel günlərə güzel yaptılar. Allah'ın köməkliyi. Sabahdan sonra namazda dua olmazlar.